Biz 20 yanvar məsələlərində ümumiyyətlə günah axtarmaqla məşğul olmalı deyilik. Bu çox yanlış yanaşmadır. İllərdir bu baş verir və hər dəfə siyasi olimpiyada dəyişikliklər olanda hər kəs digər tərəfdə səhvlər axtarmağa başlayır. Bir xalqın tarixi, bir dövlətin tarixi siyasi kəsimlərə aid olmur. Ona görə siyasi olimpiyada insanlar dəyişəndə tarixi münasibət dəyişməli deyil. Tarix nədirsə oldu və yaxud da baş vermiş hadisə nədirsə oldu. 20 yanvar hadisəsini faciə kimi adlandırmağın özü belə səhvdir. Qanunda orada yanlış axtarırsan. 20 yanvar hadisəsi Azərbaycanın müstəqilliyinə qovuşması üçün atılan ciddi addımlardan birisidir və son addımdır. Bilirsiniz, burada insanlar şəhid olubdur, doğrudur. Mən bütün dünyasını dəyişənlərin yaxınlarına və hamımıza başsağlığı verirəm. Amma döyüş şəhidsiz olmaz ki. Hər insan dünyasını dəyişir günün birində. Amma İmam Əli deyirdi ki, əgər insan yaradıbsa ölməyə və öləndə əgər Allah yolunda ölürsə, nə gözəl bu ölümə. Yəni, bu insanlar şəhid olublar. Bunun başqa bir izahı yoxdur, başqa bir adı yoxdur. Vətəni sevmək imandandır deyilən bir hədis var. Və vətən uğrunda şəhid olmaq, Allah yolunda şəhid olmaqdır. Dünyasını dəyişən bu insanlar millətini, dövlətini müstəqilliyə qovuşdurdular. Rus imperiyasından qarşı-qarşı dayanında qanlı bir olay baş verdi, aydındır. Amma burada sadəcə olaraq özümüzü qınamalı deyək və yaxud da bunu faciə, vəhşilik kimi adlandırmaqda bir səbəb ola bilər. Yalnız ki, bizi istila altına saxlayan bir imperiya döyüş dəstələrinə qarşı hücuma keçməmişdi. Yəni, bu döyüş səhnəsi iki tərəfin döyüşlərinə ibarət deyildi. Bir imperiyanın ordusu dinc sakinlərə qarşı yürüş eləmişdi. Və biz isə əl-yalın olaraq düşmən qarşısında dayanmışdıq. Bu qeyri-bərabər döyüşün həmin günkü qalibi Rus imperiyası olmasına baxmayaraq, sabahsı gün Azərbaycan xalqı olduğu məlum oldu. Yəni, Rus imperiyası burada dayana bilmədi. Yazov açıq aydın bildirirdi ki, mən Azərbaycanın xalq hərəkatını dağıtmağa, xalq cəbhəsi strukturları dağıtmağa gəlirəm. Yəni, xalq cəbhəsi abstrakt bir məfhum deyildi ki, xalqın iradəsi idi o dönəmdə. Sonradan xalq cəbhəsində müxtəlif partiyalarda təmsil olunan insanlar ki, getdilər, amma o vaxt hər kəs bir yerdə idi. Barmaqla sayılan qədər insanlar hərəkətdə iştirakçılarında, xalq bütövlükdə hərəkatın içərisində idi, təşkilatlanmışdı. Və Rus imperiyası da bu istiqlal istəyinə qarşı mübarizə gəlmişdi. Bəzən deyirlər, bunun qarşısını almaq olardı, yoxsa yox. Bir yolla olardı. Köləliyi qəbul eləmək, müstəqillikdən imtina eləmək, Rus imperiyasının tərkibində qalmaqla qırğından xilas olmaq. Bəzən müqayisə edirlər ki, bəlkə başqa dövlətlərdə daha hamar yollar seçildi. Amma Pribaltikada da eyni qırğınlar oldu, yadınızdadır. Gürcüstanda da eyni qırğınlar oldu. Yəni, kim ki mübarizə apardı, ona qarşı tədbirlər görülürdü. Bundan xeyli əvvəl Qazaxıstanda bilirsiniz, 80-ci illərin sonlarında basqın olmuşdu, qırmışlar insanları. Ondan da xeyli əvvəl 60-cı illərin sonlarında Şərqi Avropada, Polşada, Macaristanda Rus imperiyası insanları qırmışdı kütləvi şəkildə. Yəni, kim ki azadlığa can atırdısa, mütləq azadlıq ağacı qanla sulanırdı. O mənada bu bir xalqın mübarizəsidir. Bir xalqlar var ki 10 ilindən, 20 ilindən, 30 ilindən, bəzən 100 ilindən mübarizə aparırlar. Bu gün də o xalqlar var ki mübarizə aparırlar ki, müstəqil dövlətlərin qursunlar. Azərbaycan xalqı ölkəsinin bir hissəsində müstəqilliyindən nail oldu. Amma o da 20 yanvardan keçdi. Mübarizəmizin davamı idi. O başqa məsələdir ki, hakimiyyətlərin burada necə davranması, hakimiyyətlə xalq bir yerdə olurdu, yoxsa yox. O dönəmki hakimiyyət, 90-cı ildə mövcud hakimiyyət, xalqdan ayrı düşdü rəhbərliyi əsasən. Mən bütün məmurlarda saymıram ki, onlar xalqdan ayrı düşmüşdülər. Hakimiyyətdə olan xeyli adamlar var idi ki, güc strukturlarında, orduda, polisdə, MTN-də, o vaxt prezident partiya yox idi, mərkəz komitə vardı. Mərkəz komitənin tərkibində xalqla bir yerdə idilər bu insanlar. Amma bütövlükdə rəhbərlik Moskvanın iradəsindən çıxış edirdisə, o başqa şey, yəni ayrı düşmüşdülər. Bütövlükdə isə günah axtarında, günah Rus imperiyasındadır. Burada biz ayrı-ayrı fərdlərdə, ayrı-ayrı hakimiyyətlərdə günah axtarmalıyıq. Xalqımız istiqlalına qovuşmaq üçün başqa yolu yoxdur. Mübarizə aparırdı və bu əzəmətli bir mübarizədən də çox şərəflə çıxmış. Mən bir daha həm xalqımıza başsağlığı verirəm, həm də xalqımızı o qələbə döyüşü üçün bir daha təbrik edirəm. Bu soyqırımı, bəlkə bu doğru, bu da Azərbaycanın tarixində bu hadisənin qiymətlərində tərəfindən bu ifadələr işlədilir. Amma orada təkcə bir soya, bir etnosa aid olan insanlar öldürülmədi. Orada Yahudi də öldürülmüşdü, Ruslar da vardı öldürülmüşdü. Yəni Azərbaycanda vətənçiliklə bağlı olaraq burada yaşayan bütün xalqlardan, bütün etnoslardan ölənlər var idi.
Amma soyqırım ifadəsini tamamilə bu məsələ həm də yaxınlaşdırmaq ona görə olar ki, ruslar mütəmadi bu siyasəti aparıblar əslində. Yəni bir ardıcıl siyasətin sonda leqal şəkildə üzdə olan hissəsi idi bu. Son açıq şəkildə silahlı münaqişə. Bu nə qədər deyək ki, bizim dilimizə dəyişdirilməsindən bağlı, adının dəyişdirilməsi, əlifbamızın dəyişdirilməsi, 30-cu illərdən 60-cı illərə qədər kütləvi şəkildə ziyalılarımızın repressiya uğranması, etnik kökəncə türk olduğuna görə məhz repressiya məruz qalması, öldürülməsi, güllələnməsi bunlar baş vermişdilər və təbii ki, bu 20-ci əsrin sonunda da 90-cı il hadisələrində də bu həmin dalğanın birisi idi, gəlirdi. Amma həm də onu başqa kiçik Azərbaycanda yaşayan etnoslarda gördülər ki, söhbət təkcə bir etnosa qarşı deyil, ümumiyyətlə vətənçilik və müstəqillik, azadlıq eşqindən yaşayan hansı etnosa məsul olsun, adam varsa ona qarşı bu tətbiq